Bilirsiniz, yazıçı ailəsindənəm. O vaxtı anlamırdıq. O vaxt sadəcə biz biraz elə bil fərqlilik kimi görsənirdi. Çünki formatdan kənar idik, belə deyim. Mənim atam məktəb təhsilinə bir o qədər fokus deyildi. Başqa valideynlər qiymət istəyəndə övladından, məktəbdə yaxşı qiymət, yaxşı davamiyyət istəyəndə mənim atam onların heç birini istəmirdi. Bizə verdiyi tapşırıqlar tamam başqa olurdu. Çalışma eləməmisən, eləmə, ev tapşırığını eləməmisən, eləmə. Amma mənim tapşırıqlarımı elə. Onun tapşırıqları nə olurdu? Hansısa bir o vaxt Google yox, internet yox, heç bir məlumat yox idi və bizə material verirdi ki, gedin bunu öyrənin, tapın. Bax bu sizə hansısa bir heyvan şəkli göstərirdi. Gedin bunu tapın. Haralarda olur, hansı ölkələrdədir və yaxud hansı bir bitki şəkli göstərə bilərdi və bizə əməli başda araşdırma üçün məlumat verirdi də. Öz yaşımıza uyğun əlbəttə ki. Coğrafiyanı bizə tamam başqa cür öyrədirdi, özü. Və o tapşırıqların əsasında indi başa düşürəm ki, əslində bugünün təhsilidir o. O vaxtki Sovet sisteminin təhsilindən kənar bir şey idi də. Çünki o vaxt bizə nə istəyirdilər? Əzbərçilik istəyirdilər, hansı bir qutunun içərisinə salıb eyni dəyərləri, eyni dərsləri öyrətmək idi. Amma bizə yanaşma olmayıb da.